Gürcüstan baş naziri nə deyir? Gürcüstan prezidenti nə bəyan elədi? Qərb bizi təhdid edir ki, Rusiyanın ikinci cəbhəni açaq. Yəni, Rusiyanın hərbi gücünü parçalamaq. Son vaxtlar Polşa üzərində dronların gəzişməsi, Pribaltika respublikalarında Rusiya təyyarələri hava məkanının pozması fikir verirsə, beynəlxalq aləmdə böyük bir ajiyataj yaradacaq təbliğata çevrilib. Yəni, bu onu göstərir ki, NATO bloku Rusiyanın ikinci cəbhə sözü həqiqi mənasında konfrontasiya girmək istəyir. Çünki Rusiyanın dünya siyasi xəritəsindən silinməlidir. Bu Amerika strategiyasıdır. Təbii ki, Rusiyada özünün müdafiə variantlarını işə salıb, ən gözəl müdafiə hücumdur prinsipini tətbiq edir və Ukraynada öz gücünü göstərir. Bugün çox mətbuat Rusiya-Ukrayna münaqişəsidir. Əslində Rusiya-Ukrayna münaqişəsi deyil. NATO ilə Rusiya arasında bir savaş, Ukrayna bir poligondur. Fikir verin. NATO bloku bütün vasitələrlə bu münaqişədə de facto iştirak edir. Maliyyə dəstəyi ilə, silah verməklə, kəşfiyyat məlumatları verməklə, psixoloji müharibəni aparmaqla və hətta o verilən silahları idarə edən kadrlar göndərilir. Yaxşı, onda axı yenə o suala qayıtmaq məcburiyyətindəyəm ki, münbit şərait var. NATO'nun Rusiyanı parçalamaq və yaxud da dağıtmaq kimi bir şəraiti var əlində Ukrayna cəbhəsində, meydanında. Bəs niyə onda bunu istifadə eləmir? Əgər dediyiniz kimidirsə vəziyyət. Deməli, NATO bloku de jure bu münaqişəyə iştirak eləyərsə, bəşəriyyət təhlükə məbəyinə çevrilir. Çünki Rusiyanın prezidentinin bir sözü var. Ne inirəm o dünyanı ki, orada Rusiya yoxdur. Yəni, nüvə silahının işə düşməsi gündəmə gəlir. O boyda nüvə silahı yaraşıq üçün bəyən düzəlir. Rusiya gedərmi ümumiyyətlə sizcə belə bir addıma? Mütləq gedəcək. Çünki Putin'dən belə də beynəlxalq ictimai Putinin ciddiliyini qəbul eləmirdi. Artıq Ukrayna münaqişəsində gedən proseslər onu göstərir. Siz demişəm, sualınıza gəlməsindən bugünkü Lvovun vurulması və son vaxtlar ən böyük silahlardan istifadə etmək, Rusiya onu göstərir ki, mən geri çəkilməyəcəm bu məsələdə. Tərana gedəcəm axıra kimi. Bütün Avropa bloku de facto bütün silahlardan dəstək verir. Bütün silahları Ukraynaya verilir. Bütün vasitələrdən istifadə olunur, Ukrayna dəstəkləri. Amma görünür, lazımı dəstək verilmədiyi üçün Lvov bugün vurulur və cəmi 15% işə düşür orada. Bütün dəstək, Biden dövründən indiyə qədər bütün dəstək Ukraynaya verilir. Bəs hanı o dəstəklər işə yaramırsa? Bacarmırlar, gücü çatmır. Rusiyanın hərbi maşınının qarşısında dura bilmirlər. Ona görə 20%, 25% Ukrayna ərazisi işğal olunur və günü-gündən yaşayış məntəqələri işğal olunur.